Doktor, əməliyyatdan sonra burnumun ucu sallanıb. Səbəb nədir? Bu şikayətlərlə mənə çox müraciətlər edilir. Videonu izləmədən əvvəl bəyənməyi unutmayın. Pasiyentlər bizə, doktor, əməliyyatdan sonra burnum çox gözəl idi. Hətta ilk bir neçə il nəticədən çox razı idim. Amma son vaxtlar hiss edirəm ki, burnumun ucu əvvəlki kimi deyil, sanki aşağı düşüb. Burun ucu xüsusi qırdaq strukturlar tərəfindən saxlanır. Keçmiş illərdə edilən bəzi rinoplastikalarda burnu kiçiltmək məqsədi ilə çox qırdaq çıxarılırdı. İlk baxışda nəticə gözəl görünürdü. Amma zaman keçdikcə həmin qırdaqlar burnu daşımaqda çətinlik çəkməyə başlayırdı. Nəticədə isə pasiyent burnunun əvvəlki kimi görsənmədiyini söyləyir. Qeyd etmək lazımdır ki, yaş artdıqca dəridə və yumşaq toxumalarda dəyişikliklər də baş verir. Cazibə qüvvəsi də öz təsirini göstərir. Əgər burun ucu kifayət qədər dəstəklənməyibsə, bu dəyişikliklər daha qabarıq görünə bilər. Bəzi hallarda travma da rol oynayır. İnsan illər əvvəl burnundan aldığı zərbəni xatırlamır. Amma həmin kiçik travma zamanla formanın dəyişməsinə səbəb ola bilər. Məhz buna görə müasir rinoplastikada məqsəd sadəcə burnu kiçiltmək deyil, burnun həm bugün, həm də 10-15 il sonra öz formasını qoruya bilməsidir. Sonda bildirmək istəyirəm ki, yaxşı rinoplastikanın keyfiyyəti əməliyyatdan 6 ay sonra deyil, illər sonra qiymətləndirilir. Bu videonu burnun əməliyyat olunub və burun ucu sallanan dostlarınıza göndərməyi unutmayın.